Birinci vitse-prezident Mehriban Əliyeva əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: Nurlu, səmimi və qeyri-adi istedada malik insan Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk. Allah rəhmət eləsin. Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Tanınmış aktyor, əməkdar artist Cabir İmanov sentyabrın 29-da 49 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Cabir Qorxmazoğlu İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1992-2001-ci illərdə Parniz Baku KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi, 2000-ci ildə isə KVN əsrin çempionu adına layiq görülüb. 2001-ci ildən Planet Parniz Baku KVN teatrının aktyoru olub. Bir sıra filmlərdə maraqlı obrazlar canlandıran Cabir İmanovun sənəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2015-ci ildə əməkdar artist fəxri adı, 2021-ci ildə tərəqqi medalı ilə təltif olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi əməkdar artist Cabir İmanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin. Məlumatda bildirilib.